Şahin öldü. Ay Cevat, Şahin öldü. Yenə də çay, yenə də limon, yenə də kəllə qən. Bezmişəm qaqaş, bezmişəm. Belə olmaz qardaşcan. Çıxıb gedəcəm Rusiyyətə. Sən belə yaşamaq olmur. Pul qazanmaq lazımdır. Başa düşürsən? Pul. Ha, tupoy. Birinci pul kazanmamıştan qabaq Rusiyyətə getmək üçün bilet pulunu qazanmaq lazımdır. Oxuya bilirsən sən. Ancaq Hind mahnılarını özdə jivo ifa ilə. Elə oxumaq demirəm, hə, Jimmy. Üzündən oxuya bilirsən? Bu niyə oxuya bilmirəm ki? Onda ava, oxu. 2 aylıq borc, 42 manat. Rusiyyətə gedənmə bax. 42 manatımı ver, sonra hara cəhənnəm olsan, itil cəhənnəm ol. İtil cəhənnəm ol? Ola mən dözməzdim. Hay cəmaat! Hay cəmaat! İndi Zəkin həmən mən vuruşacaqlar. Ladies and gentlemen! Ringin sağ küncündə Çayxankik Zəki! Ringin sol küncündə Məmməd Ortakənd boks! Ha tür yerində də. Başı xarabdır sənin. Dalaşırsın ha? Bir dəqiqə dayan görüm. Məmməd 42 manatın altında yatan oğlan da öyle qaqaş. Məmməd elə oğlan da öyle. Öz o nə puldur ki, biz ona görə dostluğumuzu itirəcəyik. Gələ qaqaş, bu 2 manat, 40 manatı da mən Rusiyyətdə işləyəndə göndərərəm də. Ha! Kişi de bu. Pulu da var. Ha, sen kimilərindən vagon gönderirler Rusiyyətdən Bakıya. Baş bu salaşağı çay biç ha. Məmməd, zarafatsız getmək istəyirsən Rusiyyətə. Ha, bəs evdəkilər? Ala Əhməd, onsuz da qaqaş, evdəkilər beziblər məndən. Qardaş canı, istəyirsən gəl belə eləyək də. Qaqaş, sən də qoşul mənə, bir yerdə gedək də. Abi sən də fıskırıqdır ora. Rus qızları təsəvvür elə. Marina, Natasha, ondan sonra... Ha, nə sonra? Danış da. Ala sonra sad yoxdur qaqaş. Elə Marinadır, bir də Natasha'dır. Yəni elə Rus qızlarına görə gedirəm də Rusiyyətə. Beləyə görə gedim, işləməyə gedirəm. Məgər kim deyirsə ki, qaqaş, mən Rusiyyətə işləməyə gedirəm, tüpürsün gəlib mənim sifətimə. Hələ qaqaş oraya gedəndə nə yapsın? Marina Natasha'ya görə gedir də, kef eləməyə gedir də, qaqaş. Yalan danışma. Cəmaat gedir orada pul qazanmağa. Səhər tezdən gedirlər bazara. Axşam da qaqaş, bazardan çıxanda 1 kilo apelsin, 1 şüşə çaxır. Tık 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 tık. Privet Natasha. Mehmet sen ölmən də sənə gəlirəm Rusiyyətə. Prosta bilmirəm də nə qədər pul lazımdır. Zəki, qardaşıma biraz borca yol pulu verə bilərsən. Hala mən bank üstəsiymişəm. Pul zad vermirəm mən borca. Amma, Ha? doğrudan Rusiyyətdə
1 kilo apelsin, bir şüşə çaxırla privet Nataş eləmək olur? Ha, apelsini 2 kilo alsan nəsillikcə yığılıb gələcəklər. Ay, ilan da mənə, qardaşım ilan da. İstəyirsənsə qoşul bizə, Əhmədlə mənə. Ala qaqaş, gedək də, biz sən nə zordur, nə deyirsən, hə? Hə, gedirsən, hə? Bəs ev, arvad uşaq, onları kim dolandıracaq? Ala, onlara da fikirləşmişəm. Ala, Moskvanın düz mərkəzində, qaqaş, o var Kristi Ploşetdir, nədir var? Krasny. Hə, ayso, Kristi Ploşet. Orada qaqaş, sənə bir dənə ləzzətli çayxana açırıq. Nəyib var? Qaqaş, işləyirsən, kalan pul qazanırsan, evə tık 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 sayırsan, $100 göndərirsən, qalan pulları da ki, Privet Natasha, how are you? O kadar Natasha dedim de Nadia geldi. Nadia, Privet, niye ağlıyorsun? Şahin öldü. Evim yıkıldı. Ben indi neyeceğim? Şahin'i bana kim kaytaracak? Sakit ol, sakit ol. Neden öldü? Harda öldü? Ben neyse içtim. Sonra yıkıldı öldü. Şahin öldü. Ben indi neyeceğim? Ah Şahin. Qaqaş, çox! Rusiyyətə getməyimiz qaldı. Çox! Deme. Gider ya ancak 40 günden sonra. Bilirəm ki, kəhliyotu çayını çox sevirsən. Özü də bu kəhliyotunu bizim dağlardan yığıblar. Çox dadlıdır. Çox sağ olun. Frəngiz xala, bilirsiniz də kəklik otu əsəbləri sakitləşdirir. Təziyi aşağı salır. Hə, bilirəm, elə ona görə də bu çaydan tez-tez içirəm. Görünür mən də əsəblərimi sakitləşdirmək üçün bu çaydan çox içməli olacağam. Sən hələ cavansan ay bala. Sənin əsəblərinə nə olub ki? Sizə əsəbləşmişəm. Vay, başıma xeyir. Mən sənə neynəmişəm ki? İnciməyin Frəngiz xala. Mən xoşlamıram kimsə mənim şəxsi həyatıma qarışsın. Bir dəfə mənim başım o məsələyə görə yaman ağrıyıb. Bala, mən heç sənin şəxsi həyatına qarışaram. Valideynlərim də elə bilirdilər ki, mənim şəxsi həyatıma qarışmırlar. Amma bir gün xəbər tutdum ki, mənə ərə verməyə hazırlaşırlar. Vay, bunun nə pisdir ki? 17 yaşında başqa fikirlərim vardı. Məktəbi yeni bitirmişdim. Polis akademiyasına hazırlaşırdım. Birdən başıma qaynar su töküldü. Onun 35 yaşı var idi. Çox varlı idi. Atam nişan günümü də təyin eləmişdi. Sən neynədin? Mən isə başımı götürüb nənəmgilə qaçdım. Özü də nişan günümdə. 2 gün məni axtardılar. Tapa bilmədilər. Bircə nənəm məni başa düşürdü. Yalnız o mənim tərəfimi saxlayırdı. Maraqlıdır. Görəsən niyə? Çünki vaxtı ilə nənəmi də zorla ərə vermişdilər. Onun 14, ərinin isə 38 yaşı vardı. Elə bu məsələyə görə də nənəm həmişə məni dəstəkləyir. Təəssüflər olsun ki, bu problem bugünə kimi öz həllini tapmayıb. Nə bilim, bəlkə mən də səhv eləmişəm. Atamı pis vəziyyətdə qoymuşam. Valideynlərin sözünə baxmaq lazımdır. Mən də vaxtı ilə anamın, atamın sözündən çıxardım. Üzlərinə ağ olardım. Sonra peşman oldum. Amma gec idi. Frəngiz xala, valideynlər öz həyatını yaxşı-pis yaşayıblar. Mən də öz həyatımı öz istədiyim kimi qurmaq istəyirəm. Başa düşürsüz? Bax, nə olsun ki, səni vermək istədikləri kişinin 35 yaşı vardı. Atalar yaxşı deyib, ey qızım. Qocaya gedən quyruq yer, cavana gedən yumruq. Gərək razılaşaydın. Yenə də qayıtdıq şəxsi məsələyə.
Firəngiz xala, Eldara mənim kuklam barədə nə demisiniz? Kim? Mən? Nə danışırsan qızım? Hə, mən demişəm. Eldar yaxşı oğlandı. Çörək verəndi, işgüzardı. Eldarın yaxşı insan olmağına, yaxşı biznesmen olmağına heç şübhəm yoxdur. Amma gəlin onun haqqında danışmayaq. Yaxşı, yaxşı. Mən susuram, danışmıram. Amma bir də deyirəm. Eldar yaxşı oğlandı. Çörək verən insandı. Kamrana yaxşı maaş verir. Aydındır. Onda mən də gedim görüm kənddə nə var, nə yox. Kızım, deyirəm bəlkə biraz yubanasan. Kənd burada, sən burada. İstəyirsən, sənə gələcəyindən xəbər verim. Səni gələcəkdə gözəl günlər gözləyir. Yaxşı ay Firəngiz xala, onda siz əlvizi verin, mən sizin falınıza baxım. Doğrudan? Hə, Firəngiz xala. Belə getsə, sizi fırıldaqçılığa və şarlatanlığa görə 3 ildən 5 ilə qədər gözəl həbsxana həyatı gözləyir. Yaxşı, mən susuram. Bircə o çatmırdı ki, bu yaşımda mən qazamatlar gəzim. Ondansa de görüm, gün ortaya sənə nə bişirim? Yox ay Firəngiz xala, əziyyət çəkməyin. Olanlardan yeyərəm. Ya da ki, yox. Plovla aranız necədir? Belə yaxşı dəmlənmiş plovdan imtina eləmərəm. Onda Firəngiz xala, sizdən bir xahişim olacaq. Hə. Siz düyünü artlayın, gözəl isladın, mən də axşama sizə gözəl bir plov dəmləyim. Hə, nə deyirəm? Onda mən də durum gedim dükana, bəlkə Eldarı da... Firəngiz xala, 3 ildən 5 ilə qədər həbsxana həyatı. Yaxşı, yaxşı. Sustum. Böyük məmnuniyyətlə sizin bu kampaniyada oturardım. Amma Sevinç xanım, siz təcili məndən getməlisiniz. Nə olub ay Mirəli, gənə nə bəd xəbərlə gəlmisən? Başımıza iş gəlib ay Firəngiz. Əşi uzatma, de görək nə olub axı? Ay Mirəli müəllim, nə olub? Nəsə ciddi bir şey baş verib? Şahin öldü. Vay, yazıq, dedilər bu qədər içmə. Ağlama da Nadia. Bəsdir də. Sən elə bilirsən biz kövrəlməmişik? Ölüb də indi. Amma qorxma. Biz sən tək qoymarıq. Əhməd işin yoxdur Nadia ilə. Qoy ağlasın. Əri ölüb də. Qoy ürəyini boşaltsın. Ay qız ürəyini boşaltsın. Day mənim üstümə yox da. Tük könəm suyun içindəyəm. Nə oldu ya buna birdən-birə? Bilmirəm. Geldim gördüm ki uzanıp yerde karnını tutup ağzından da köpük gelir. Arak yıktı bizim evimizi ya. Ay qız, ağlama, bəlkə heç ölməyib. Bir baxaq yoxlayaq da. Görəsən necə yoxlamaq olar ki, o sağdı ya yox, hə? Amma mən bilirəm necə yoxlamaq lazımdır onu. Burası güzgü lazımdır, güzgü. Zəki, qardaşımsan bir də oradan. Bir ara içəri gələndə şey var da, güzgü. Bir də onu ver də mənə. Tez. Qayçı. Məhəmməd üstündə qayçı var. Hadi qaqaş. Ver mənə. Gələ. Lan çıxıb bura bir dəqiqə. Boşca bunu düzəltdik. İndi dayan görüm. Nə deyirdim mən? Ha, nə eləmək lazımdır? Məncə bura həkim çağırmaq lazımdır. O düz deyir də. Nadia, səs koruya zəng eləmsən? Yok eləmemişim.
Yox, eləməmişəm. Bəs sən nəyi gözləyirsən, ay Nadia? Zəki, mən də elə biləm çağırıblar. Tez bir dənə skoru yığ görək. Skor gələncə bunu içi çıxacaq. Gəl şeyi yığaq. Sen doktor yığaq. Sen doktor. Sen doktor baytar deyil. O gəlib buna nə edəcək? Hələ sən narahat olma. O Şahin özünə heyvan kimi itirdi də. Gic-gic danışma, uzanıb o gündən hamıçın var. Mən səninlə razıyam. Prosto skorunu çağırmaq lazımdır da. Oturumcu, yığ görək bir. Alo. Skorudur. Bir daha zəhmət olsa fızıb qəbul eləyin də. Burada bir nəfər ölüb. Orta kətdə. Bu Şahinin evi. Yo, daha doğrusu Ujen Nadia'nın evi. Zəhmət olsa tez gələrdiniz də. Yazık Şahin da. Ben indi uşaqlara necə deyəcəm, yatanı sölün. Problem elədiyi şeyə bax, Nadia. Mən ölmüşəm. Mən deyərəm. Ağlama da ona görə. Ben indi bu eve necə baxacağım. Siz narahat olma. Ona da mən baxaram. Ben indi üniversitet pulunu necə verəcəyim. Narahat olma Nadia. O da Zəki verər. Dəstay Nadia, ağlama, səbr elə. Bunu belə qoymaq olmaz. Adətimiz var, ənənəmiz var. Tez zəng elin, molla gəlsin. Hala qaqaş, molla burada yoxdur. Qonşu kətdədir. Orada da ölü yeri var. Yo, orada Kamran Bibsoğlu'nun toyunu tamadalıq eləyir. Ala bu uca tamadalıq delir. Hala lazım olanda parket də vurur, divara aboy da vurur. Malyardır da. Onda sən get şeylə, qəbristanlıqda danışın yer, yavaş-yavaş başlasınlar qəbri qazmağa da. Qəbristanlıqda yer bilirsən neçəyədir. Mütləq məsləhət eləmək lazımdır, Nadia. Nadia, bir dəqiqə, padajdi. Bu Şahini bastırmaq üçün qəbristanlıqda pul var evdə. Pajalusta. Gördün? Nadia da pula görə ağlıydı. Hala qaqaş bir dəqiqə dayan. Mən məsləhət görürəm ki, gəlin elə Şahini öz evinin dalında bastıraq. O cır alma ağacının altında. Hala bir də heykəl qoyarıq da. Heykəl də pullandı da. Bəlkə daş başının baş daşının yerinə bir dənə də Arap tulkası qoyaq. Həm də ruhu şad olsun da. Sevinç xanım gəldi. Tak, çəkilin kənara. Heç nəyə toxunmayın. Burada ölüm hadisəsi baş verib. Tak, görən Mel hardadır? Can! Can ay Şahin! Ay sen sağ olsaydın eş koyardın seni bellesinler. Bu nə iş idi gəldi sizin başınıza? Bəlkə bu rəhmətlik köhnə yeməklərdən zaddan yeyib zəhərlənib. Təcili yardıma zəng eləmisiniz? Ha, Mirəl da eləmişik. Nadia, burada nə baş verib? İçti bu zəhri varı. Yıkıldı yere. Ağzından köpük geldi, sonra da öldü. Bunu yarmaq lazımdır. Yaraq dersən yaraq da. Nadia, evdə kötük var. Kötük Nadia. Serjant, yığışdırın o baltanı. Baş üstə. Nadia, onun nəbzini yoxlamısınız? Yok. Nəbzi var. Nəbzi vurur. Bəlkə o ölməyib. Hələ ölməyib. Yəqin zəhərlənib. Onu tez ayıltmaq lazımdır. Mən bilirəm. Ona süni nəfəs vermək lazımdır, ağız ağıza. İcazə verin mən eləyim. Asyan.
Ermənimdə özüm eləyərəm, öldürərəm heç səni. Neynirəm, kömək eləmək istəyirəm də. Mən ölmüşəm ki, kimsə mənim ərimə ağız-ağıza nəfəs versin. A! Sakit olun. Serjant, Mən kişilərə süni nəfəs verə bilmərəm. onu demirəm. Mənə kömək eləyin, onun ürəyini masaj eləyək. Hə, nə deyirəm ki? Ay, Şahin ölməyib, Şahin sağdır. Həri qaqaş, bu qeyd eləmək lazımdır. Sakit. Serjantla Nadia'dan başqa hamı həyəti tərk eləsin. Mirəli dayı, təcili yardımı tələsdirin. Deyirsən ki, Şahin bu şüşədəkini içib özündən getdi? Hə, Şahin, bu arağı hardan almışdınız ki? onu bilmək olur ki, vodku от него прячу. O da məndən gizli içir. Məncə zəhərlənmənin səbəbi bu araqdır. Çox güman ki, onu saxta üsulla düzəldiblər. Serjant, kəndimizin bütün mağazalarındakı araqları yoxlamalısınız. Nadia xanım, siz də Şahin özünə gələn kimi mütləq mənə xəbər verməlisiniz. Sevinç xanım, həkimlər gəldi. Eşitdiniz? Amma keçən dəfə kim olmasın ha, bildiniz nə deyirəm? Əşi yox, onu demirəm. Göndərdiyim malları deyirəm. Hə, bax indi bildin. Gözləyirəm. Salam Eldar müəllim. Olar? Olar. Eldar müəllim. Gəlmişəm sizdən icazə almağa. Axşam bibi oğlunun toyudur. Gəldim dedim bəlkə icazə verəsiz. Mənə biraz işdən tez çıxım. Get, amma çox içmə. Yaxşı. Keçən dəfə Əlövsətin oğlunun sünnətində o qədər içmişdin ki, aşarlarını itirmişdin. İndişkan lələlərini taxıb, mən Çinqaçkuqam deyirdin. Qışqıra düşmüşdün cəmadın üstünə. Yaxşı da Eldar müəllim. Neyniyim mən? Normanı bil də, baltanı götürüb, bizim ağsaqqal Əşrəf dayının üstünə düşmüşdün ki, saçını dartırdın. Denə bax görüm niyə? Skalpını çıxartmaq istəyirdim. Skalpdan ha, o kinoda baxmışam, o Winnie Pooh, Druk Apache. İndi istərdə belə adət var da, skalp çıxartmaq. Onlar... Bura bax, sənin anan da, atan da, nəslin də orta kənddəndir. Sən hardan indiyəsi oldun, hə? Bağışlayın Eldar müəllim. Söz verirəm ki, bir də belə eləməyəcəm. Özdə bilirsiniz də, mən vapşe maraq içmirəm, Salam Eldar müəllim. Salam Kamran. Olar? Salam, nə olub? Şahin zəhərlənib. Az qaldı ki, ölsün. Ay yazıq, nədən zəhərlənib? Araqdan. Çox güman ki, əldə qayırma olur. Hə də, Şahin kimi alkaş yoğurtdan zəhərlənməz ki. Elədir. Eşidirsən Kamran? Şahin araqdan zəhərlənib. Elə eşidirəm də, ha? Araqdan zəhərlənib. Nağ yerə arağa zəhrimar demirlər ki. Əvvəlcə Nadia elə bilib ki, Şahin ölüb. Yaman hayküy salmışdı. Sonra mən gəldim, nəbzini yoxladım. Gördüm ki, hələ sağdır. Nəysə, onu bir təhər ayırtdıq. Mən bir daha əmin oldum ki, siz qeyri-adi adamsınız. Bəli, İnsanı xilas elədiniz. Həyata qaytardınız. elədir. Seviş xanım, bəs Şahinin vəziyyəti indi nətərdir? İndi normaldır. Özünə gəlib. Amma hələ danışa bilmir. Bəs Şahin zəhərləndiyi arağı hardan alıb? Eldar müəllim, elə mən də bu məsələ üçün sizin yanınıza gəlmişəm. Bəlkə siz bilərsiniz. Kənddə kim saxta araq istehsal eləyir? Açığı mən bilmirəm. Elə şeyləri Kamran yaxşı bilər. Hə, Kamran. Kənddə kim gedirmi araq düzəldir? Seviş xanım, sözün düzü o Çinqaçkuk məsələsindən sonra mən vapşe içmirəm. Çinqaçkuk hadisəsi nə deməkdir?
Eşi nəysə uzun məsələdir. Bilmirəm də, bilmirəm, xəbərim yoxdur. Bax, bu çox pis oldu. Mən ümid eləyirdim ki, siz mənə kömək eləyəcəksiniz. Sevinç xanım, sizə kömək eləmək mənim vətəndaşlıq borcumdur. Çalışaram bir şey fikirləşim. Çox sağ olun Eldar müəllim. Siz həmişə mənə kömək eləmisiniz. Ümidvaram ki, bu işin də öhdəsindən məharətlə gələcəksiniz. Dəyməz cənab baş leytenant. Amma mənim bir şərtim var. Nə şərt? Əgər mən bu işin açılmasında sizə kömək eləsəm, mənimlə şam edərsiniz? Siz yaranmış vəziyyətdən sui-istifadə edirsiniz? Sizlə şam etmək üçün mən hər vəziyyətdən istifadə etməyə hazıram. Baxarıq. Tək ki bu işin sonu uğurlu olsun. Narahat olmayın, bir şey fikirləşərik. Yaxşı Eldar müəllim, mən çıxım gedim. Uğurlar sizə. Gülə-gülə. Eldar müəllim. Olar mən də gedim. Get, amma sözlərimi unutma. Az iç. Bu araqdan hələ xeyir tapan olmuyor. Baş üstə. Nə deyirəm ki, baş üstə. Alo. Vəfədar. Araq Moskovski olacaq. Kəfəni yırtdın ha Şahin. Bax, durub oturub ki qardaşım. Həmişə oturan yerdə. Çaylətərsən qaqaş, gör sənə nə gətirmişik bax. Birinci dəfədir ki, belə şey görürəm, ha. Nəyi görürsən ay Mirəldə? Görürəm ki, Ha. qatıqlar qatığa qatıq gətiriblər. Mirəl dayı, ay Mirəl dayı. Ağsaqqal kişi səni məzələrsən sən bizdə. Diyan. Deyəsən Şahin nəsə demək istəyir, diyan. Görəsən bu nə demək istəyir? Bəlkə xarici dil də danışır. Başın xərabdır. Şahin ara, xarici dil ara. Xeyirdir. Hələ nə xeyirdir, bəs sən bilmirsən ha? Bəzən elə olur ki, adam komadan ayılanda qeyri-adi şeylər eləməyə başlayır. O qədər olub ki, məsəl üçün qaqaş bax, biri mahnı oxuyur, biri şeir yazır. Hala biri də xarici dildə danışır da. İndi demək istəyirsən ki, Şahində qeyri-adi bacarıq var? Ha, mən deyərdim ki, Şahində doğrudan da qaqaş qeyri-adi bacarıq var. Hala Nadia ilə illərlə yaşamaq hər oğlun işi deyil. Hə, yaxşı görək, yaxşı görək. Şahin, ay Şahin, məni eşidirsən bala? Əgər eşidirsənsə, 2 dəfə gözünü belə aç, yum, aç, yum. Şahin, Mirəl də düzdür. Yox, əgər ümumiyyətlə eşitmirsənsə, onda 3 dəfə gözlərini yum aç. Yum aç, yum Siz necə adamlarsınız, hə? Dostunuz bugün az qalmışdı, ölsün. Siz burada zarafatlaşırsınız, hə? Mirəl dayı, nahaq yerə deməyiblər ki, ürəkdən gülmək ömrü, insan ömrünü 15 dəqiqə uzadır. Ha, biz də zarafat deyirik ki, Şahin ömrü uzasın da. Tək təmiz Məmməd. Mirəl dayı, bax mənim hesablamalarıma görə biz gələndən Şahinin ömrü 35 dəqiqə uzanıb. Və siz... Ana uşaqlar! Ana Şahin danışır! Ana Şahin danışır! Ay Allah, ne şirin baladı bu. Bıdık. Hələ elə gic danışırsan ki, elə bir Şahin uşaq zatdı, hələ indi danışmağa başlayıb. Hələ bilirik də Şahin 40 il düzə danışır. Bax gör Zəki, gör süd dişi çıxardı bu il ki. Arkada... Dalda... Zəki, bax gör Şahinin dalında nə var, hə? Həyətdə... Bayırda... Araq... Ama, heç düz nədir? Dikələ həyətdə araq var. Cumduq da ha. Davay, dala. Qatıq qalsın.
Siz hara kaçırsınız böyle ha? Bir dakika. Elə biz də sizin dalınızca gedirdik də. Biz elə bildik ki, siz o biri tərəfdəsiniz. Muştuluğumu ver, ne haberimiz var? Şahin işi danışır. Oğlanların oğlanısan. Oğlanısan, hey! Doğrudan. Ne yaxşı. Bir söz diye de Şahin. Şahin, danış. Arkada. Dağla. Həyətdə. Ha, ne olup hayatta? Ne var orada? Heç nə yoxdur. Həyətdə nə ola bilər ki? Yani bu hayat demiri, hayat deyir. Yani hayattır da kişinin başına iş gelir. Ha? Ay sağ ol. Şahin, ay Şahin. Görsene ne getirmişim. Bu nədir ay Nadiya? Mən düzəltmişəm. Şahinə kömək eləyəcək. Nadia, qoy 2 saat qalsın soysun, sonra içir dərsən. Aha. Görün insanlar hərdən necə ağılsız hərəkətlər eləyirlər. Şahini deyirəm, özü-özünü zəhərləyib. Düz deyirlər, içki hər bir pis əməlin başlanğıcıdır. Razıyam Sevinç xanım. Bu içki çox evlər yıxıb. Bilirsiniz, hər şey insanın öz əlindədir. İnsan istəsə ailəsinə, qohumlarına, hətta vətəninə belə xeyir verə bilər. Amma təəssüflər olsun ki, bunu çoxu başa düşmür. İnsan gərək bu həyatda öz məqsədini bilsin. Nə üçün yaşadığını anlasın. Bəs siz bilirsiniz? Bilirəm Sevinç xanım. Amma mən sizə tam başqa bir şey demək istəyirdim. Nə demək istəyirdiniz ki? Sevinç xanım, mən demək istəyirəm ki, bu günə kimi sizin kimi bir insan görməmişəm. Siz mənim tanıdığım qızlardan çox fərqlənirsiniz. Cənab baş leytinant, icazə verin Firuzə, Firuzə deyirəm, məruzə eləyim. Serjant, bu nədir? Siz niyə bu gündəsiz? Nə gündəyəm? Cənab baş leytinant. Ah, hay ver mənə, cənab leytinant, cənab leytinant, baş leytinant. Tapşırığınızı yerinə yetirdim. Serjant, mən sizə içki içib özünüzdən çıxmağı tapşırmamışdım. Özünüz demədiniz ki, kətdə satılan bütün araqları yoxlayıb. Mən də yoxladım. Bir, rumka, stəkan, butulka, balon. Serjant, siz həmişəki kimi işin öhdəsindən gələ bilmədiniz. Sizə demişdim axı. Özünüzü yaxşı aparmasaz, sizin haqqınızda ölçü götürməli olacağam. Ölçü? Ayaqqabımın ölçüsü 42, boyumun ölçüsü 172, başımın da ölçüsü, gözüm görür ki... Serjant, gedin evə dincəlin. Sabah görüşərik. Oldu. Birinci dəfədir ki, onu belə görürəm. İçkili adamlardan zəhləm gedir. Kim fikirləşmə bu içkini? Bu zəhirmarı nədən düzəldirlər? Nədən istəyirsiniz araq çəkmək olar? Almadan, üzümdən, baldan, ayaqqabı kremindən, hətta peyindən. Nə danışırsınız? Ayaqqabı kremindən? Peyindən? Heç ağlıma gəlməzdi. Nəysə Eldar müəllim, məsləhətli məlumatlarınıza görə çox sağ olun. Gedin bir Şahinə baş çəkim, yəqin özünə gələr. Sağ olun. Sağ olun Sevinç.
Şahin də yavaş-yavaş özünə gəlir. Gözümüz aydın olsun. Elə mənə də bu lazım idi. Şahin, necəsən? Mənim suallarıma cavab verə bilərsən? Soruşun da. Şahin, içmeyen bir şey istersen, Araq. yine ara. Господи, ну дай ему немного ума. Ben daha döze bilmirəm. Ağala, ay Şahin, sən az qala ölmüşdün, yenə o zəhrimarın adını çəkirsən. Zəhrimar demişkən. Şahin, bu araq sizdə hardandır? Arağı. Arağı mənə pay veriblər. Sizə belə qiymətli hədiyyəni kim verib? Salam Mirəli dayı. Salam Sevinç xanım. Allah'a şükür. Şahin də düzəlməyə başlayıb. Hə Şahin, istədiyin qədər peyin gətirmişəm. Aşağıda, darvazanın qabağında arabadadır. Ay Natava, cəmaat xəstə yanına almarmut gətirər. Sən peyin gətiribsən? Şahin, bir araba peyin nə idi lazımdır? Bilirsiniz, ağacların... Ne? Bir araba evin dalı beyinle doludur. O gün 2 araba da Əşrəfgildən getirdi. Ay Şahin, bu da qonşunun həyəti ağacından doludur, heç ona o qədər peyin lazım deyil. Sənin həyətində 3 dənə ağac var. Bu qədər peynir inirsən. Bilirsiniz, ağacların... Əşi! Bir tərəfdən peyin, öbürsü tərəfdən boş butulkalar. Boğaza yığılmışam. Nadia, boş butulkaların və peyinin yerini mənə göstərə bilərsiniz? Gedək göstərim. Nadia, bu nədir? Sevinç xanım, mən bunu birinci dəfədir ki görürəm. Bu ki əməlli başlı araq çəkən aparatdır. Sağ ol Şahin. Deyəsən mən hər şeyi başa düşməyə başlayıram. Nəyi? Deməli sən saxta araq düzəldirsən. Özü də peyindən. Ay Şahin, cəmaat daşdan pul çıxardır. Sən də peyindən? Afərin, afərin. Düzəldirsən deyəndə ki, təzə başlamışdım. Cəmi 1 butulka düzəltmişəm. Onu da verdim getdi. Başa düşmədim. Bəs içib zəhərləndiyin nə idi? Onu da mənə Məmmədlə Əhməd vermişdilər saxlayım. Mən də dözmədim içdim. Bəs sən düzəltdiyin saxta arağı neynədin? Zəkiyə borcum var idi. Pulun yerinə arağı verdim. Zəkiyə verdin? Bəli. Şahin mənə bir butulka arağı verdi, dedi ki borcunun əvəzidir. Mən də apardım verdim dükançı nargiləyə satsın. Düz deyir. Zəki verdi o arağı mənə. Sonra həmin o arağı, yadıma düşdü. Sonra mağazaya bir maşın un gətirdilər. Məmmədlə Əhməd unu boşaltmağa kömək elədilər. Mən də zəhmət haqqı olaraq o arağı verdim onlara. Biz heç vaxt Şahinsiz araq içmirik. Verdi ona ki saxlasın, axşam bir yerdə vurarıq. Əri, o da tək içib. Əclaf. O burnundan gəlsin. Gəldi də. Belə çıxır ki, Belə çıxır ki, sən düzəltdiyin araqla özünü zəhərləmisən. Bu cinayətdir və sən buna görə cavab verəcəksən. Başa düşürsən? Sevinç xanım, keçin günahından. O axı cəmi 1 butulka araq düzəldi. Bu axı kiçik bir şeydir. Cinayətin böyüyü, kiçiyi yoxdur. Əgər biz bugün kiçik cinayətin qarşısını almasaq, sabah böyük cinayət əl atar. Ay Sevinç xanım, Allah xatirinə bağışlayın onu. Yazıqdır. Allah xətrinə? Bəs bilmirsən ki, özünə qəsd eləmək Allah qarşısında ən böyük günahlardan biridir? Bir sözlə, həm qanuna görə, həm də şəriətimizə görə Şahin cinayət törədib. Düz deyirsiniz Sevinç xanım. Amma yalvarıram, heç olmasa yüngül bir cəza verin. Axı birinci dəfədir. Mən bilirəm onu necə cəzalandırmaq lazımdır. Şahin bir ay müddətində ictimai işlərlə məşğul olmalıdır. Qoy elə bütün kəndin peynini təmizləsin.
Bizdə belə bir adət var. Qardaşımdır, dayım oğludur. Sən öl, mən ölüm. Bir daha eləməz. Cavanlıqdır. Burax onu getsin. Bunu deyəndə heç kim qanunu düşünmür. Düşünmürlər ki, qanun hamı üçün eynidir. Qanunu pozmaq olmaz. Hamı ona tabe olmalıdır. Adi fəhləsindən tutmuş məmuruna kimi. Və onu da pozmaq cinayətdir. İnan ki, doğma qardaşım da cinayət törətsəydi, onu cəzalandırardım. Hə, sevimli kuklam. Odur ki, sən də özünü yaxşı apar. Yoxsa səni də cəzalandıraram.